Salam, hər kəs xoş gördük. Bizim Toyollar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayım. Dostlar, bu dəfəki videomuzun mövzusu həqiqətən də çox möhtəşəmdir. Videomuzun mövzusu yenə də keçən videolarda paylaşmışdım. Cücələrə, toyuqlarıma qurd dərmanı vermişdim, kimyəvi qurd dərmanı. Bu dəfə isə təbii halda qurd dərmanı hazırlayıb verəcəm. Ona görə də xahiş edirəm ki, sona qədər izləyin və bir də sizlərdən xahiş edirəm ki, kanalımıza abunə olun, dəyərli izləyicilər. Videonu maksimum dərəcədə bəyənin. Bəyənmək və kanala abunə olmaq pullu bir şey deyil. Nəsə əlavə bir vəsait sizdən alınmır. Sadəcə olaraq dəstək məqsədli kanala abunə olun və videoları bəyənin və fikirlərinizi rəy bölməsində qeyd edin. Sizlər cücələrinizə, toyuqlarınıza qurd dərmanı olaraq nə verirsiniz? Təbii hansı üsullardan istifadə edirsiniz? Bu haqda bu videonun rəy bölməsində qeyd edin. Ümumiyyətlə, mən çalışdığım qədər təbii nələrsə verməyə üstünlük verirəm. Videolarımdan da görürsünüz. Amma bəzən kimyəvi nələrsə də veririk. Çünki bu lazım olur. Əsasən mən verdiklərimi profilaktik məqsədlə verirəm. Şükürlər olsun xəstələnə, yəni problemli bir heyvanımız yoxdur, toyuğumuz, cücəmiz yoxdur. Keçən videolarımızda bit dərmanı verdim. Bu artıq havalar istiləşib, istər-istəməz toyuq cücəmdə o qədər də yəni bit birə belə bir şeylər yoxdur, görməmişəm. Yəni inkişafları normaldır. Bit birə olduğu təqdirdə həqiqətən də bunlar yəni narahat olarlar, inkişaflar ləng gedər. Şükürlər olsun artıq sabah bir gün bunlar yumurtlayacaqlar. Artıq servislərimiz xoruzlar banlamağa başlayıb. İndi orada görürsünüz qurd dərmanı hazırlayacağım, hansı ki bu cücələrimə. Bunları da belə bir yerdə saxlayıram. Ətrafı qapalıdır. Pişiklərdən qorumaq üçün. Çünki nəzarətsiz qaldıqları təqdirdə pişik hücumları tez-tez olur bizi tərəflərdə. Bilmirəm sizin tərəflərdə necədir. Ona görə də burada sərin bir yer var. Yaşıllığın içərisində otu indi artıq görürsünüz. Biraz yəni ot qalmayıb artıq. Yarpaqları yeyiblər. Yəqin ki yerin dəyişəcəm. Başqa bir yerə qoyaram. Burada yaşıllıq çoxdur. Hava da çox istidir. Çox vaxtınızı almaq istəmirəm. İndi keçək orada bunlar üçün qurd dərmanı hazırlayaq. Təbii şəkildə. Əlbəttə ki, qurd dərmanı təbii şəkildə deyiriksə, burada olmazsa olmaz sarımsaqdır. Sarımsaqdan istifadə edəcəm və yemlərinə qatıb gəlib cücələrimə inşallah verəcəm. Gedək o bir tərəfə. Keçən videoda demişdim, yəni qurd dərmanı hazırlamışdım. Həmin videoda demişdim ki, 2 ayından yuxarı ümumiyyətlə toyuq və cücələrə qurd dərmanı verilir. Hal-hazırda burada yəni bunlara vermək olurdu. O biri cücələrin bayaq göstərdiyim cücələr biraz balacadırlar. Ona görə də onlara o kimyəvi dərmanı verməyi lazım bilmədim. Çünki problem ola bilərdi. İç orqanlarına müəyyən ziyan verə bilərdi. Yəni qaş düzəltdiyimiz yerdə gözü də vurub çıxardardıq. Ona görə də istəmədim belə bir şey eləyim. Ona görə də onlara kimyəvi şəkildə olan qurd dərmanımızı vermək istəmədim. Onlar çox xüsusi olaraq qurd dərmanı hazırlayacağım hal-hazırda. Əlbəttə ki, bayaq dediyim kimi qurd dərmanı dedikdə özümüz də istifadə edirik bəzən. Profilaktik məqsədlə sarımsaqdan istifadə edəcəm. Yemlərinə qarışdırıb onlara verəcəm. İnşallah effekti də olacaq. Əminəm, sınanmış vasitəti çox istifadə eləmişəm. Bunlar balaca olanda vermişəm. Qış aylarında həqiqətən həm immunitetlərini yaxşılaşdırır, həm də qurdu təmizləyir onlardan. Həqiqətən də çox yaxşı effekt göstərir. Sarımsağı istifadə edənlər özlərinin rəy bölməsində göstərsinlər, kimlər istifadə edir və necə istifadə edir. İndi hərə bir fərqli cür qarışımlar, əlavə bir şeylər də əlavə edə bilər. Ona görə də videonun rəy bölməsində öz fikirlərinizi qeyd etməkdən çəkinməyin və videonu əlbəttə ki bəyənin və hal-hazırda əgər bu videonu izləyirsinizsə kanala orada abunə ol düyməsini vurun, kanala abunə olun dostlar. Gözləyirəm hamınızdan. Deməli bizim burada sarımsağımız var. Belə bir sarımsaqdır. Bir baş sarımsağı götürdük və burada törkadan keçirəcəyik, sürtəcəm bura, xırda-xırda olsunlar. Ondan sonra da yemləri ilə qarışdırıb cücələrimə inşallah ki verəcəm. Yenə deyim dostlar, bunu etməkdə məqsədim odur ki, bizim hazırki cücələrimizin, həmin cücələrimizin 2 ay olmayıb. Ona görə də kimyəvi qurd dərmanı onlara verməyi lazım bilmədim. Ona görə də belə təbii üsullardan istifadə etmək istəyirəm. Həm immunitetlərini inşallah gücləndirəcək, həm də ki əlavə olaraq qurd dərmanı olaraq, əgər qurdları varsa, qurdlarını tökməkdə yardımcı olacaq. Əsas immunitet gücləndirici və
qurdlarını azaldacaq. Ümumiyyətlə sarımsaqdan mən tez-tez təsərrüfatımda istifadə edirəm toyuqlarıma, cüzələrimə. Əlavə olaraq görürsünüz, bu servislər azaddılar, yəni həyatda gün ərzində yaşıllıqla, otlarla, ümumiyyətlə həşəratlarla, qum vannası olsun, günəş olsun, kontaktdadılar. İnkişafları da əlbəttə ki, göz qabağındadır, şükürlər olsun. Belə ayrıca xüsusi bir yem vermirəm. Toyuqlarıma artıq nə yem verirəmsə, bunlara da o yemlərdən verirəm. Həqiqətən də burada sarımsağın xırdalarını atıram, yəni çıxar hissəsi belə deyək. Yəni balaca vaxtı bunlara verdiyimdən qadın bilirlər, ona görə də belə də yəni problem yoxdur onlar üçün sarımsaqda. Sarımsaq yeməkdə belə deyək. Sarımsağı biz özümüz də onsuz da ev şəraitində öz belə deyim sağlamlığımızın qeydinə qalmaq üçün istifadə edirik. Kəskin iyi olsa da, amma həqiqətən də yaxşı immunitet gücləndiricidir və əlavə olaraq bayaq dediyim kimi qurd dərmanı kimi də təbii olaraq istifadə oluna bilər. Onu da deyim ki, bu hazırki bu cüzələrimə artıq mən qara unu verməyə başlamışam. Kəsimi ilə qarışdırıb qara unu verirəm onlara. Həm kalsium ehtiyaclarını ödəmək üçün. Havalar isti olduğundan da o içəridəki bruderi hazırlamışdım onlara. Oradan da onları çıxartmışam artıq bir müddətdir. Çəkib sizlərlə paylaşacaq idim. Sadəcə vaxt olmurdu biraz. Müəyyən videolar paylaşırdım, amma onlara gəlib sıra çatmırdı. Sarımsağın artıqlarını atıram. Həqiqətən də xoşlarına gəlir. Bu sarımsaq da maşallah yaxşı sarımsaqdır. Yəni böyüdür, belə deyək, dişləri böyük sarımsaqdır. Çalışın ümumiyyətlə dostlar, heyvanlarınıza, toyuqlarınıza, cüzələrinizə təbii nələrsə verməyə üstünlük verin. Həqiqətən təbii dərmanla deyək, təbii şeylərlə qidalanan heyvanlar, toyuq, cüzə olsun, daha yaxşı, güclü olurlar, daha immunitetləri yaxşı olur, çəkiləri yaxşı olur, əgər ətli saxlayırsa, yumurta verimliliyi yaxşı olur. Mən ümumiyyətlə yenə deyirəm, kanalıma keçid edib baxa bilərsiniz. Profilaktik məqsədlə sirkəli sudur, sodalı sudur, bunları demək olar həftə ərzində, gün ərzində, yəni bunları verirəm 2-3 dəfə ki, xəstələnməsinlər, müəyyən digər preparatlara, dərmanlara ehtiyac qalmasın. Yem olaraq da dostlar artıq qara un verirəm. Qazlarımız var orada. Qazlarımıza bəzən arpa veririk, bəzən qara un veririk. Qazlar üçün olsa fərqi yoxdur. Nə olsa maşallah olsun ki, yeyirlər. Kim yiyəcək bunu? Hətta dostlar, mən bu gördüyünüz servislərə qışda indi kələm çox qarşıma çıxmır. Kələm çıxanda da alıram. Kələm verirdim. Kələmi həqiqətən də çox, yəni elə bitirdilər ki, kələm, elə bil heç kələm verməmişdim bunlara. Kələmi çox sevirlər. İnşallah kələm çıxsa qarşıma yenə alıb bütün sürüyə verəcəm. Ona görə də bitkilərimiz az oldu bu servislərdən. Hardasa ikisini böyüyəndə öldürdük. Biri lap təzə alanda, təzə gələndə bitkiyə getmişdi. Şükürlər olsun ki, hər şey artıq qaydasındadır, inkişaflar yaxşıdır. Sabah bir gün bayaq dediyim kimi videonun əvvəlində yumurtlama prosesinə gedəcək fərələrimiz, xoruzlarımız artıq banlamağa başlayıblar. Bəziləri artıq xoruzluq etməyə başlayır. Yəni ki, təbii nələrlənsə heyvanlarınızı çalışın, böyüdün. Dərmana ehtiyac nə zaman olur? Problem artıq çıxılmaz hala gəldiyində dərmana artıq müraciət eləmək olar həqiqətən də. Amma indi bəzilərimiz balaca cüzə saxlayır. Balaca cüzələrə təbii olaraq qurd dərmanı bunları verə bilərsiniz, sarımsağı verə bilərsiniz, soğan qarışdırın, yemlərinə verin. Həqiqətən də yaxşı effekt göstərir. Dostlar, sarımsaqla qara unu belə qarışdırdım. Burada da bizim kəsmiyimiz var. Biraz kəsmikdən də əlavə edirəm. Həqiqətən də bu yaxşı üsuldur. Bunu neçə vaxt artıq istifadə edirəm. Təkcə kəsmiklə verirəm. Balaca xırda, lap xırda cüzələrimiz var. O kürt yatan toyuğumuzun balaları.
Onlara da belə veririk hazırda. Həm kalsium ehtiyaclarını ödəyir bu. Yəni də yemin belə deyək, protein faizi yüksək olur artıq. İnkişafı daha sürətlənir cücənin. Kəsimi də ki, dostlar, öz heyvanlarımızın, öz inəklərimizin məhsuludur. Bir maşallahınızı alaram və hal-hazırda əgər bu videonu izləyirsənsə, vaxt itirmədən xahiş edirəm ki, kanala abunə olun. Bu böyük dəstəkdir, bu böyük həqiqətən də motivasiyadır. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Abunə olan əlləriniz var olsun və videonu bəyənin. Mütləq qaydada. İndi isə artıq demək olar yemimiz hazırdır. Bunu artıq aparıb orada cücələrimizə verək. İnşallah ki, şəfa olar, daha yaxşı effekt göstərər, inkişaflar daha sürətlə gedər. Onu yenə deyim ki, dostlar, kimyəvi qurd dərmanı vermədiyim üçün belə sarımsaqlı yemdən istifadə edirəm ki, həm qurdların töksün əgər varsa və immunitetlər daha da güclü olsun, inkişaflar daha sürətli geçsin. Bunlar da burada durublar yem növbəsində. İnşallah bunlara da birazdan yem verəcəm. Hava da çox istidir, həddindən artıq. Bunların yemlərini vermək məcburiyyətində qaldım. Çünki əl çəkmirlər, durmadan təzyiqlərə məruz qalırdım. Ona görə də ilk öncə bunların yemlərini verdim. İndi isə gələ görək bunların yemlərini verək. Bu da bunların sarımsaqlı, kəsmili qara unu. Bəziləri içində belə qoyaq. Orada yesinlər. Gördüğünüz kimi dostlar, sarımsağa, kəsməyə qarşı heç bir problemləri yoxdur. Rahatlıqla yeyirlər, heç bir problem yoxdur. Sizlər cücələrinizə, toyuqlarınıza nə verirsiniz qurd dərmanı olaraq təbii. Onu rəy bölməsində qeyd edin. Məsələn, burada bir cücəmiz var bizim dostlar. İndi onu sizə göstərəcəm. Görürsünüz, burada bir qara bir cücə var. Eyni vaxtda çıxıblar yumurtadan. Yanındakı ağ cücəyə bax, özü də bizə baxır. Onun danışmamızı elə bir bildik. Yanındakı ağ cücəyə bax və yaxud da digər cücələrə baxın. Və o bu balaca qara cücəyə baxın. Həqiqətən də çox balaca qalıb. Hətta bir ara fikirləşdim öləcək. Amma dərman verdim. Biraz özünə gəldi. Hal-hazırda qalıb, yaşayır. Amma çox balaca qalıb. İnkişaf eləmir nəsə. İnkişafı ləng gedir daha doğrusu. Amma digərləri eyni yemi yeyirlər. Hər şey qaydasındadır. Yəni yerləri deyim ki, dardır, darda deyil. Hər şey qaydasındadır, amma inkişafları yaman ləng gedir. Daha doğrusu onun inkişafı yaman ləng gedir. Gəldim selebritlərimin yanına. Artıq videonu burada bitirirəm, yekunlaşdırıram. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Kanala abunə olun. Mütləq qaydada xahiş edirəm, əgər bu videonu izləyirsinizsə, dəyərli izləyicilərim. İnşallah yeni videolarda görüşərik. Allah amanında olun. Özünüzü qoruyun. Hələlik.